Herkese salam. Bu günlərim Microsoft Word proqramı haqqında danışacağam. İlk öncə qeyd etmək istəyirəm ki, Word proqramı olsun, Excel olsun, PowerPoint olsun, Windows olsun və s. təkmilləşmək istəyən şəxslər nömrə ilə əlaqə saxlayıb onlayn dərslərə qoşula bilərlər. İndi isə keçək Word proqramı haqqında. Word proqramı açdığımız zaman bizə belə interfeys pəncərəsi görsənir. Və interfeys pəncərəsində burada baxın tablarım var. Home, Insert, Draw, Design, Layout və s. Və hər tabın özünün qrupları. Məsələn, Home tabının Clipboard qrupu, Font qrupu, Paragraph, Style və Editing qrupu var. Və hər qrupunda özlərinin əmrləri var. Baxın, içərisində baxın, bu xətlə ayrılıb qruplar və hər qrupunda bu xətin içərisində olan əmrlərin hamısı font qrupuna aiddir və s. Digərləri də həmçinin o formada. Keçək Home Lent tabının Clipboard qrupunun əmrlərinə başlayaq buradan. Clipboard qrupunun 4 əmri var. Paste, Cut, Copy və Format Painting. Gəlin bunların funksiyaları haqqında məlumat verim. Çalışdığım qədərilə sadə izah verəcəm ki, hər kəs başa düşsün. Deməli, əgər belə bir cümləmiz varsa, biz bu cümləni kopyalamaq və yaxud da ki, kəsmək, yapışdırmaq istəyiriksə, Clipboard qrupunun əmrlərindən istifadə edəcəyik. Baxın, bu paste yapışdırmaqdır, cut kəsməkdir, copy kopyalamaqdır, format painter isə bir mətnin fraqmentinin və ya sözün və ya cümlənin formatını digər bir mətnə sözə köçürmək deməkdir. İndi praktik şəkildə göstərəcəm sizə. Başlayaq birinci kopyalamaq əmrindən, yəni copy əmrindən. Cümləmizi kopyalamaq istəyiriksə, ilk öncə biz bu cümləni seçməliyik. Necə seçə bilərik? Və gələrik buradan mouse'un sol düyməsini sıxaraq sürüşdürərik, baxın bu şəkildə. Ya cümlənin sol küncündə mouse'un sol düyməsini bir dəfə vurarıq, seçil vəziyyətdə olar. Biz cümləmizi seçdik. Necə kopyalayarıq? 3 yolu var. Ya gələrik buradan copy düyməsinə vurarıq, ya burada göstərilən klaviatura düymələrindən istifadə edərik. Ctrl-C düyməsini bərabər sıxarıq və yaxud da ki, gələrək cümlənin üzərində mouse'un sağ düyməsini açarıq və belə açılan menyudan copy əmrini seçərik. Seçdik. Gəldik indi yapışdırmağa. Tutaq ki, mən bura yapışdırmaq istəyirəm bu hissəyə. Bunun üçün yenə 3 yolu var. Ya buradan paste düyməsini vuraram və yaxud da ki, paste düyməsinin qısa yolu olan klaviaturadan Ctrl-V düyməsini birlikdə sıxaram və yaxud da ki, yenə mouse'un sağ düyməsini açıb bunlardan birini seçərəm. Gəlin klaviatura qısa yolu ilə yapışdıraq. Ctrl-V birlikdə. Baxın, kopyaladığımız söz artıq yapışdı. Əsas söz də yerində qaldı. Kopyaladığımız söz də bura gəldi. Yəni, hər ikisi artıq buradadır. İndi gəlin bunu silək. Mən yapışdırmağı sizə göstərim. Daha doğrusu, kəsməyi sizə göstərim. İndi isə bu cümləni mən kəsmək istəyirəm. Yenə seçirik bu şəkildə. Artıq kəsmək istəyirəmsə, mən buradan cut əmrini icra eləyəcəm. Ya bu əmri bir dəfə klikləyərəm, kəsilər və yaxud da ki, qısa yolu olan klaviaturadan Ctrl-X düyməsini vuraram və yaxud da ki, yenə mouse'un sağ düyməsini açıb buradan cut əmrini seçərəm. Gəlin klaviatura düyməsindən Ctrl-X düyməsini vuraq. Fikir verdiniz nə oldu? Kopyadan fərqli olaraq artıq burada söz tamamilə silindi, yəni olmadı. Çünki biz sözü kəsdik, yerini dəyişmək istəyirik. Amma kopyalanda nə olmuşdu? Birinci söz də yerində qalmışdı. İndi tutaq ki, mən bunu burada yapışdırmaq istəyirəm. Kəsdiyim sözü yenə ya Ctrl-V və yaxud da ki, oradan paste düyməsi və ya mouse'un sağ düyməsindən daha doğrusu mouse'un sağ düyməsindən paste əmrini icra eləyərik. Gələrik klaviaturadan Ctrl-V-ni vurarıq və kəsdiyimiz söz artıq təyin etdiyimiz yerə yapışdırılacaq. Keçək indi Format Painter əmrinə. Görək Format Painter nə deməkdir? Gəlin bunun bir də kopyasını yapışdıraq. Aha. Tutaq ki, bizim 2 dənə belə bir cümləmiz var. Mən bu birinci cümləyənin biraz formatını dəyişim, biraz qalın eləyim, italik maylı formada yazılsın, rəngini qırmızı eləyim və s. Yəni, birinci cümləyə müəyyən bir formatlar tətbiq elədik. İndi gələk bunun artıq funksiyası görək nədir? Mən bura tətbiq elədiyim formatların bu cümlədə də olmasını istəyirəm. Yəni, burada olan
formatın bu cümləyə köçürülməsini istəyirəm. Onun üçün nə edəcəm? Gələcəm formatı olan sözü seçəcəm. Format painter əmrini bir dəfə sıxacam və gələcəm artıq hansı cümlənin bu formada olmasını istəyirəmsə, həmən cümləni seçib boşlayacam bir dəfə. Fikir verdiniz? Bu mətndə olan, yəni bu cümlədə olan formatı bu cümləyə köçürdük. Format painterin də funksiyası bir mətnin, bir sözün, bir cümlənin, fraqmentin formatını başqa bir cümləyə, sözə köçürməkdir. Keçək artıq font qrupuna. Font qrupunda nə işlər görə bilərik? Font qrupunda şriftlər üzərində işləyə bilərik. Yəni, buradan şriftin stilini seçə bilərik. Buradan şriftin konkret ölçüsünü təyin eləyə bilərik. Əgər gözəyarı şrifti böyüdüb kiçilmək istəyiriksə, baxın, buradan böyüdərik və yaxud da ki, kiçidərik. Və yaxud da ki, sözdəki hərflərin kiçik və ya böyük yazılmasını təyin etmək istəyiriksə, buradakı case əmrindən istifadə eləyəcəyik. Baxın, bütün sözlər böyük istəyiriksə, bunu bir dəfə seçməliyik. Yox, hər sözün ilk hərfinin böyük olmasını istəyiriksə, bunu seçməliyik. Yəni, və s. Bizə hansı lazımdırsa, buradan seçərik. Sözü qalın yazmaq istəyiriksə, bold əmrindən klaviatura qısa yolu, baxın, burada göstərilib Ctrl-B. Mailli italik formada yazmaq istəyiriksə, bu əmr və yaxud da ki, Ctrl-I hərfi. Altdan xətt çəkmək istəyirəmsə, ya bu əmr və yaxud da ki, Ctrl-U əmri. Və buradan hətta biz xətlərin stilini belə seçə bilərik. Hətta rəngini belə seçə bilərik. Tutaq ki, gələk bu xətti seçək. Buradan da rəngini yaşıl eləyək bu formada. Fikir verdiniz, dəyişdim. Üzərinə xətt çəkmək istəyirəmsə, strike through əmrindən istifadə eləyəcəm. Görək, bəs bunlar nə işə yarayır? Bu, subscript əmridir. Əgər biz hər hansı bir sözün indeksində nəsə yazmaq istəyiriksə, subscript əmrindən istifadə edəcəyik. Bu isə qüvvətdə yazmadır, superscript əmridir. Bunu necə praktikə göstərə bilərəm? Məsəl üçün, H2 yazmaq istəyiriksə, H yazıb, gəlib indeksində olan əmri seçib, 2 yazarıq. Daha sonra biz bunu deaktiv etməliyik ki, artıq indən sonra yazacağımız hərflər və yaxud da ki, sözlər və yaxud da ki, rəqəmlər indeksdə yazılmasın. Gəlirəm, deaktiv edirəm və o hərfini yazıram. Və yaxud da ki, 5-in kubu yazmaq istəyirəmsə, 5 rəqəmini yazıb gəlib buradan qüvvətdə yazma, yəni superscript əmrini bir dəfə seçəcəm. Kubu yazıb, yenidən bunu deaktiv etməliyəm. Baxın, bu şəkildə istifadə edilir. Sonra və yaxud da ki, buradan text effekt var. Yəni, biz mətnlərə effekt verə bilərik. Baxın, bu şəkildə güzgü effekti var. Yəni, fərqli effektlər var. Buradan shadow, kölgə effekti var. Hansı sizə lazımdırsa onu seçə bilərsiniz. Reflection güzgü effekti yaradır. Glow parıltı effekti yaradır və s. Buradan fərqli fiqurları da, stilləri də seçə bilərsiniz. Hansı lazımlıdırsa, sizə yararlıdırsa, onlardan istifadə edə bilərsiniz. Hətta seçdiyimiz yazı effektinin rəngini belə buradan dəyişə bilərik. Sonra, bu isə nə deməkdir? Bu highlighterdır, belə deyim də, bir növ markerləri xatırladır. Məsəl üçün, mən bu sözün arxa hissəsini rəngləmək istəyirəmsə, gələcəm text highlighterdan, yəni markerdən istifadə eləyəcəm. Baxın. Tutaq ki, yaşıl rəngə, baxın, sözün sadəcə arxa hissəsini rənglədi. Abzası rəngləmədi və yaxud da ki, sözün özünü rəngləmədi. Sadəcə sözün arxa hissəsini rənglədi. Bunu dəqiq yadda saxlayın. Bəzən tələbələr qarışdırır. Abzası rənglə dedikdə gəlirlər buradan rəngləyirlər. Yox, bu abzası rəngləmir. Bu sadəcə seçdiyimiz sözün arxa hissəsini rəngləyir. Və yaxud da ki, deyəndə ki, sözü, cümlənin hərflərini rənglə, gəlirlər bura. Bu cümlə hərfi rəngləmir. Arxa hissəsini rəngləyir. Amma biz yazdığımız sözün rəngini dəyişmək istəyiriksə, o zaman gələcəyi artıq bu əmrdən istifadə edəcəyik font color əmrindən. Baxın, burada fərqli rənglər var. Hansı rəngi istəyiriksə, o rəngi seçə bilərik. Hətta ikili rəngdən də istifadə edə bilərik. Gradiyenti seçib, buradan fərqli rənglərdən və yaxud da ki, Mogradient düyməsinə bir dəfə vurub, Gradient fill əmrini seçib, artıq buradan fərqli rənglərdən istifadə edə bilərik. İkili rəng yarada bilərik və s. Tamamilə fərqli forma yaradarıq. Ki, baxın, bu formada. Sonra,
Baxın, ikili rəng alındı. Biraz böyüdüm. Daha aydın görsənsin. Fikir verirsiniz. İkili rəng yaşılla mavinin qarışığı. Bəs bu nə deməkdir? Bu clear all formattingdir. Yəni verdiyimiz, etdiyimiz bütün formatları sıfırlayır. Bir də sadəcə nəyi sıfırlaya bilmir? Yəni geri qaytara bilmir. Text highlighter'ı geri qaytara bilmir. Məsələn, baxın, gəlin bunun üzərində göstərək. Burada biz görün nə qədər formatdan, font əmrlərindən istifadə etmişik. Qalınlaşdırmadan etmişik, italikdir, altdan xəttdir, rəngidir və s. İndi mən gəlirəm, burada clear all formatting əmrini bir dəfə vurduğum zaman hər şey silinəcək, sadəcə arxa hissə yaşıl qalacaq. Fikir verdiniz. Yəni hər şeyi sıfırlayır, geri qaytarır, ancaq bir dənə text highlighter'ı geri qaytarır. Və bəs yaxşılaya bilərsiniz ki, bəs mən bunu necə silmək istəyirəm? Mən bunu silmək istəyirəm, arxa hissəsinə yazı olmasın. O zaman yenidən text highlighter'a daxil olub, buradan no color düyməsini seçmək lazımdır. Baxın, artıq arxa hissəyə verdiyimiz highlighter silindi. Bu şəkildə istifadə edirik. Font qrupunun da əmrləri bu qədər. Burada bəzi bir şey göstərmək istəyirəm mən. Məsəl üçün, bəzən çox vaxt rast gəlirik ki, məsəl üçün, ərizə yazmaq istəyirik, düzdürmü? Yazırıq ərizə. Ərizə necə yazılır? Bütün hərfləri aralı yazılır, düzdürmü? Yəni sözün hərfləri arasında məsafə yaratmaq istəsək, necə yarada bilərik? Bəzən necə yaradılır? Hərfi yazılır, spacebar düyməsi var, klaviaturada onu bir dəfə vururlar, keçirlər, yazırlar, təzədən bu şəkildə eləmək düzgün deyil, doğru deyil. Yəni, eləyə bilərlər təbii, amma doğru deyil. Bunun üçün nə eləmək lazım? Yəni, hərflər arasında məsafə yaratmaq istəyiriksə, nə eləyəcəyik? Gələcək font qrupunun dialoq pəncərəsinə, ya da ki, qısa yolu var, Ctrl-D. Bir dəfə bunu vurarıq. Buradan gələrik Advanced hissəsinə. Buradan isə gələrik burada yazaraq tutaq ki 5. Və ok düyməsini vurarıq. Hərflər arasında artıq biz məsafəni yaratdıq. Yəni, bu əmr təkcə görünür hissədə deyil. Bax, digər əmrlərin hamısı bizim gözümüzün qarşısındadır. Hər birini istifadə edirik. Amma artıq hərflər arasında məsafə yaratmaq dialoq pəncərəsində Advanced hissəsindədir. Bunu yadda saxlayın. Geri qaytarmağı necə istəyərik? Yəni, hərflər arasında məsafə yaratmayaq. Sadəcə bunu silərik və gəlib ok düyməsini bir dəfə vurarıq, geri qaytar. Bugünlük bu qədər. Home tabının iki qrupu haqqında danışdım. Clipboard və font qrupu haqqında. Gələn dərslərdə isə digər qruplar haqqında məlumatlar verəcəm.